və həmin məruzənin ətrafında indi çıxış üçün söz verilir digər millət vəkillərinə. İlk öncə Xatirə xanım Təhsil və Səhiyyə Komitəsinin hazırladığı çıxışla. Buyurun Xatirə xanım, siz başlayın, sonra digər komitə üzvlərinə söz verərik. Buyurun. Axşamınız xeyir, hörmətli millət vəkilləri. Beləliklə, sərhədlərin bağlı qalmasının təhsil, səhiyyə və idman sahələrinə təsiri. Ölkə sərhədlərinin uzun müddət bağlı qalması dövlətin bütün sahələrinə yalnız və yalnız negativ təsir göstərə bilər. O cümlədən təhsil, səhiyyə və idman sahələrinə. Son illərin ən böyük problemi xaricdə təhsil alan tələbələrin ölkədən çıxa bilməməsi və tələbə vizası almaqda böyük çətinliklər yaşamaqları ilə bağlıdır. Belə ki, təhsil aldıqları ölkədə tələbələr 3-6 aydan bir tələbə vizalarını yeniləmək üçün sərhədi keçməlidirlər. Quru sərhədlərin bağlı, aviabiletlərin baha olması sərhəd keçməni qeyri-mümkün edir və ali savad almaq yolunda artıq xeyli vəsait, resurs sərf etmiş tələbənin təhsilini uğurla başa vurmasının qarşısını alır. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-2018-ci illərdən xarici universitetlərdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 1800 nəfər, 2022-2023-cü ildə isə, yəni pandemiyadan sonra 1004 nəfər olub. Yəni, sərhədlər bağlanandan sonra təkcə dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin sayının təxminən 2 dəfə azaldığını görürük. Öz vəsaiti hesabına xarici universitetlərdə övladlarına keyfiyyətli təhsil vermə imkanı da sərhədlərin bağlanması ilə valideynlərin əlindən alınıb. Təhsil naziri Emin Əmrullayev bu faktları xalqa pozitiv tendensiya kimi sırmağa çalışır. Azərbaycanda ali təhsil alan vətəndaşların sayı son 5 ildə 33,8% artıb. Azərbaycanda həm orta, həm də ali təhsilin keyfiyyətinin son 15 ildə kəskin dərəcədə zəiflədiyini, təhsil sistemində korrupsiya faktlarının dəfələrlə artmasını nəzərə alanda, ölkə üzrə əhalinin bilik, savad baxımından degradasiya uğradığının şahidi oluruq. Ən dəhşətlisi də budur ki, və bir daha vurğulanmalı olan məqam odur ki, bu faktları hakimiyyət nümayəndələri əhaliyə böyük uğur, nailiyyət kimi təqdim edirlər. Bundan əlavə, aspirantların, alimlərin beynəlxalq elmi konferanslarda, simpoziumlarda iştirakı da son illərdə xeyli azalıb. Məktəblilərin, xüsusilə də yuxarı sinif şagirdlərinin isə akademik fənlər üzrə beynəlxalq olimpiyadalarda iştirakı yox səviyyəsinə inib. Belə ki, şagirdlərin olimpiyadalarda iştirakı dövlət tərəfindən maliyyələşdirmədiyinə görə, məktəblinin özünün və valideyninin minimum 4000 manatdan başlayan yol, oteldə qalma və digər xərcləri bütövlükdə valideynlərin üzərinə düşür. Quru sərhədlərin bağlı, aviabiletlərin isə çox baha olması şagirdlərin olimpiyadalarda iştirakını mümkünsüz edir. Bu isə qabiliyyətli uşaqların inkişafının qarşısının alınması, cücərməkdə olan intellektual resursun məhvi deməkdir. Onu da əlavə edək ki, ölkə əhalisi son 35 ili müharibə şəraitində yaşadığı üçün çox ailələrin natamam olduğunu, yəni anaların çox vaxt övladlarını tək böyütməyə məhkum olduqlarını, bununla bərabər kütləvi işsizliyi nəzərə alanda dövlət dəstəyi olmadan uşaqlara nəinki keyfiyyətli, hətta kafi səviyyədə orta təhsil də vermək çətinləşib. Sərhədlərin bağlı qalmasının idman sahəsində yaratdığı fəsadlar barədə məlumat verməsi üçün Təhsil və Səhiyyə Komitəsinin idman üzrə alt komitə rəhbəri Əli Kərimova sözü verirəm. Əli bəy, buyurun. Salam, hörmətli millət vəkilləri, hörmətli sədr. Sərhədlərin uzun müddətli bağlı olması idman sahəsinin və Azərbaycan idmançılarının inkişafına da mənfi təsir göstərir. Gənclər və İdman Nazirliyinin son illərdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlarla bağlı təqdim etdiyi hesabat həqiqəti əks etdirməyən saxta şişirdilmiş rəqəmlərlə doludur. Xaricdən peşəkar adı ilə gətirilib vəzifə sahibi etdikləri kadrlar isə nəinki idmanın inkişafında xidmət etməyə, hətta doğru düzgün hesabatlar hazırlanmağa belə yaramırlar. Çünki təqdim etdikləri statistikaya görə
olimpiya idman növləri üzrə il boyu beynəlxalq yarışlarda qazanılan medalların sayı pandemiyaya qədər dönəmdə, yəni 2019-cu ildə 327 medal, 90 qızıl, 96 gümüş, 141 bürünc, 2022-ci ildə 356 medal, 116 qızıl, 101 gümüş, 139 bürünc, 2023-cü ildə 799 medal, 214 qızıl, 208 gümüş, 377 bürünc, 2024-cü ildə isə 827 medal, 246 qızıl, 238 gümüş, 343 bürünc medal olmuşdur. Analoqsuz inkişaf buna deyərlər. Sərhədlər bağlı olan dönəmdə qazanılan medalların sayı əvvəlki dövrə nisbətən güya 3 dəfəyə qədər artmışdır. İdman sahəsində dövlət dəstəyinin çox aşağı səviyyədə olduğunu, bu sahənin korrupsiyalaşdırıldığını nəzərə alanda rəqəmlərin həddən artıq şişirdilmiş olduğunu anlamaq çətin deyil. Görəsən bu cür saxtakarlıqlarla kimə və nəyi sübut etməyə çalışırlar? Məgər dövlətdən dəstək olmadan bahalı aviabiletlərlə beynəlxalq yarışlarda çoxmu idmançımız iştirak edə bilər? Sərhədlərin bağlı olması gənc yetişməkdə olan idmançıların beynəlxalq məşq toplantılarında, məşqçilərin müxtəlif seminarlarda iştirakını da əngəlləyir. Öz sahəsi üzrə inkişafının beynəlxalq standartlara uyğunlaşmalarının qarşısını kəskin şəkildə alır. Gənclər və İdman Nazirliyi saxta rəqəmləri ilə iddia edir ki, sərhədlərin bağlı qalması idmançılarımızın yalnız xeyrinə. Təşəkkür edirəm. Təşəkkürlər. İndi isə sərhədlərin bağlı qalmasının səhiyyədə yaratdığı fəsadlar barədə məlumat verməsi üçün Təhsil və Səhiyyə Komitəsinin sədr müavini Şahin Şirinova sözü verirəm. Buyursun. Quru sərhədlərin bağlanması aztəminatlı ailələrin sağlamlıq problemlərinin həllinə də mənfi təsir göstərir. Heç kimə sir deyil ki, Azərbaycan əhalisinin böyük bir hissəsi sərhədlər açıq olanda İrandan, Gürcüstandan və Türkiyədən təkcə ərzaq məhsulları deyil, həm də nisbətən ucuz, eyni zamanda keyfiyyətli dərman preparatları ala bilirdilər. Bundan əlavə İranda, Gürcüstanda və Türkiyədə olan tibbi xidmətlər, o cümlədən cərrahi müdaxilə qiymətləri Azərbaycanda dəfələrlə ucuzdur. Bəzi İranlı və Türkiyəli cərrahlar nisbətən aşağı qiymətə və bəzən xeyriyyə məqsədi ilə Azərbaycan klinikalarında əməliyyatlar da aparırdılar. Quru sərhədlər bağlanması ilə Azərbaycan əhalisi bu imkanlardan da məhrum edilir. Həmçinin quru sərhədlərin bağlanması ölkə daxilində satılan dərman preparatlarının kəskin bahalaşması və keyfiyyətsizləşməsi ilə nəticələnir. Bu isə əhalinin sağlamlıq durumuna daha da ağırlaşdırır. Azərbaycan ürək, damar, onkoloji xəstəliklər və diabetin ən ağır formalarında əziyyət çəkən xəstələrin sayı ilə dünya reytingində ön sıralardadır. Bu, ölkə daxilində səhiyyənin bərbad vəziyyətdə olmasının göstəricisidir. Qonşu dövlətlərdə ucuz müalicə almaq imkanından məhrum edilmiş xəstələr birbaşa ölümə təslim edilmiş sayılırlar. Bunun isə bir adı var, genosid. Bəli, soyqırım. Sonda isə onu deyək ki, dünyanın mərkəzində yerləşən Azərbaycan dövlətinin əsassız olaraq bütün qonşu dövlətlərlə sərhədlərinin bağlanması, ölkə əhalisinin maraqlarına zidd olaraq dünyadan sərt təcridi əhalinin tədricən daş dövrünə qayıtması deməkdir. Bu isə bütün dünyada nizamlı həyatın alt-üst olmasına səbəb ola bilər. Diqqətinizə görə minnətdarıq. Təşəkkür edirəm Xatirə xanım. Sizə də Təhsil və Səhiyyə Komitəsinə də bir məsələni diqqətinizə çatdırım, hörmətli millət vəkilləri. Əslində danışan Əli bəyin də, Şahin bəyin də kamerası açıq idi. Deyəsən, bu istifadə elədiyimiz proqramda bir texniki problem var deyə onları böyük ekrana verəndə o kamera görüntüsü itdi. Amma əslində onların kamerası açıq idi. İndi davam eləyək, əgər olsa çalışarıq ki, aradan qaldıraq, əgər gücümüz çatsa.